olsun. Bəli qardaş, buyur. Samir bizim dostumuzdur, mənim adaşım. Burada hər kəsi salamlayıram. Başda bizim münsiflər heyətini salamlayıram. Samir bəy, vaxtınızı azalacağım. Ola bilsin qardaşların vaxtına da girsən belə. Burada uduzan yoxdur. Yox, Kəramət müəllim deyir, hər şey yaxşı olacaq. Salamlayıram. Burada uduzan yoxdur. Şairimizi. Bu meydana çıxıblarsa, deməli bunlar hamısı qalibdir. Amma izləyicilər, bizlərə dəstək olanlar burada döyüşürlər demək olar ki, bizim idmanda belə bir şey var. Uduzanda da gərək döyüşə uduzasan. Əziz izləyicilər, döyüşə yüksək xalla uduzmaq özü də bir qalibiyyətdir. Məni dəyərli münsiflərimiz, dəyərli insanlar, yardımlıdan operatorumuz Gözəl Bahar xanım, yəqin ki, yardımlıdan gələn şəhid qardaşı Həsən qardaşımız, zəhmət olmasa, bizim şəhid qardaşı gəlib yardımlı rayonundan, Rasim Rıfullayevin Şəhid Əliyev adından buradadır. Bəli, bizim qazi qardaşımız buradadır. Samir bəy, biz burada gözəl çalçağır edirik, musiqi müsabiqəsi edirik. Bu vətənin, qeyrətin qoruyan şəhidlərimizə Allah rəhmət eləsin. Qazilərimizə Allah can sağlığı versin. Allah Ali Baş Komandanı qorusun. Amin. Bu vətənin bayrağını qaldıran şəhidlərimizdir. Ondan sonra idmançılarımızdır və musiqiçilərimizdir. Deməli, bizim şərəfimizi qoruyan şəhidlərimizin davamçıları, idmançılar və musiqiçilərimiz Azərbaycan bayrağını xarici ölkələrdə dalğalandırır. Ona görə də eyni zamanda da bizim burada milli qəhrəmanımız Çingiz Mustafayevin davamçıları, ekran arkasında olan qəhrəmanlarımız var. Sizin səs bugün finaldır. Finaldan sonra mənim dediyim bu sözlər yadigar qalacaq. Ola bilsin ki, burada musiqini az ola bilər, amma bu söz yadigar qalacaq. Samir bəy, sizi salamlayıram. Siz bizim dəyərli jurnalist, bütün jurnalistlərimizi, bütün aparıcılarımızı salamlayıram. Sağ olun, var olun. Buradan bütün Azərbaycan şəhid ataların, şəhid anaların, şəhid xanımların, şəhid ovladlarını salamlayıram. Çingiz hər kəsə, bütün bizim qardaşlarımın hər kəsə uğurlar arzu edirəm. Siz hamınız bizim üçün qalibsiniz. Siz Azərbaycan musiqiçisi, başda Alim Qasım olmaqla, Sadıq müəllim, Zahid müəllim, Akim müəllim olmaqla, bütün Azərbaycan musiqiçilərin, bütün müğənnidən tutmuş operatora qədər hər kəsi salamlayıram. Bütün idmançılarımızı salamlayıram. Bayaq Zahid müəllim qeyd elədi. Abşeron rayonu Mehtəbə qəsəbəsində İdman zalı, Respublika Komitəsi İdman Məktəbi Cənubi İdman Klubunun idman zalı açıldı. Açılışda bizim hörmətli nazirimiz Fərid Qayıb özü bir çox sadə insandır. Bayaqlar Sadıq müəllim özü dedi, qeyd elədi. Deməli, Cənab Prezidentin Fərid Qayıbov kimi təyin elədiyi nazirlərimiz varsa, idmançılarımız varsa, gözəl musiqiçilərimiz varsa, bu vətənimizin bayrağı həmişə dalğalanacaq. Və efirlərdən bəzi efirlərdən də bəziləri efirləri yığışdırdılar və sizin kimi dəyərli aparıcılar, dəyərli musiqimiz, əsl musiqimiz, Alim Qasımov yolu gedən musiqimiz var, gözəl idmanımız var. Bu vətənimiz heç vaxt basılmaz erməni qarşısında. Ermənilərə ar olsun, necə ki şəhidlərimiz onlara qənim oldu, necə ki bizim musiqimizi oğurlayır ermənilər. Çünki bizim nə boyda musiqimiz var. Buradan üzümü tuturam, Azərbaycandan səs istəyirəm. Əziz yardımlılar, əziz cənublular, siz var olun. Mən ad çəkməyəcəm. Bütün yardımlı elimi buradan salamlayıram. Son dəqiqələr qalıb. Gəlin Çingizi qalib eləyin. Var olun. Bəli. Sağ olun. Gəlin.